Bugün size histeroskopiyadan danışacağım. Histeroskopiya nədir? Histeroskopiya kiçik bir endoskopik cihazla uşaqlıq daxilinin dəyərləndirilməsidir. Yəni uşaqlığın daxili hissəsinin dəyərləndirilməsidir. Amma eyni zamanda biz histeroskopini başlayan zaman vajinoskopidən keçdiyimiz üçün, yəni cinsiyyət yolunun divarlarını da rahat şəkildə dəyərləndirə bilərik. Eyni zamanda uşaqlıq boyunu, xarici hissəsini, uşaqlıq boynunun daxili servikal kanalı dəyərləndirə bilirik və sonda uşaqlıq daxilini dəyərləndirə bilirik. Bəzi mərkəzlərdə histeroskopiyanı ofis şərtlərində də heç bir anesteziya istifadə etmədən də etmək mümkündür. İncə histeroskopun köməyi ilə bu sadəcə diaqnostik məqsəd daşıyır. Histeroskopiya həm diaqnostik ola bilər, həm cərrahi ola bilər. Diaqnostik histeroskopiyada biz uşaqlıq daxilindəki patologiyaları, polip ola bilər, uşaqlıq daxili miyom ola bilər, uşaqlıq daxilinə baskı verən miyom ola bilər və yaxud uşaqlıq daxilindəki bitişmələr ola bilər, öncələr keçirilmiş əməliyyatlara bağlı və yaxud da icra edilmiş instrumental manipulyasiyalara bağlı yaranmış uşaqlıq daxili bitişmələri kəsə bilirik. Sonra ipi qaçmış uşaqlıq daxili qoruyucu vasitələri xaric edə bilirik, yad cisim xaric edə bilirik. Eyni zamanda abort sonrası qalmış qalıqları uşaqlıq daxilindən vizual gözlə kontrol altında xaric edə bilirik. Bundan sonra uşaqlıq daxili ara kəsmələri aradan qaldıra bilirik. Poliplər və miyomlar da xaric edilə bilir. Dediyim kimi, miyomların hansıları xaric edilə bilər? Uşaqlıq daxilini deformasiya edən tip 0, 1, 2, 3 olan miyom düyünləri, hansılar ki, ya ayaqcıq üzərində və yaxud da bir hissəsi uşaqlığın əzələ qatında yerləşib, bir hissəsi uşaqlıq daxilində yerləşən və yaxud da əksər hissəsi uşaqlıq əzələ qatında yerləşib, uşaqlıq daxilini minimal deformasiya edən miyomları xaric edə bilirik. Eyni zamanda müxtəlif filizasiyalı endometrial poliplər, bu həm menopauza sonrası xanımlarda endometrium qalınlaşması olduqda vizual təyin etdiyimiz poliplər ola bilər və yaxud da reproduktiv periodda gənc yaşlarda, hamiləlik istəyi olan xanımlarda poliplərin həm diaqnostikası, həm xaric edilməsi üçün istifadə edilə bilir. Diaqnostik histeroskop incə olsa belə, onun daxilindən xüsusi işlək alətlər keçə bilir. Yəni bu alətlərlə həm kiçik, incə diametrdə qayçıları onların içərisindən xüsusi tubusundan keçirərək onların vasitəsilə ara kəsmələri, kiçik polipləri kəsib xaric edə bilirik. Eyni zamanda xüsusi makkaj vasitəsilə uşaqlıq daxilindən endometriumdan biopsiya ala bilirik. Öncələrdə histeroskopiya olmadığı dönəmlərdə daha çox uşaqlıq daxili biopsiya məqsədi ilə, diaqnostika məqsədi ilə endometrial küritajlar icra olunurdu. Yəni uşaqlıq daxilinin loru dildə desək, qaşınıb çıxarılması və əkilməyə göndərilməsi. Amma bu günümüzdə histeroskopi sıx ginekologiyada istifadə edildiyi üçün vizual kontrol altında olan patologiya xaric edilir və o materiallar histoloji müayinəyə göndərilir. Yəni klimakterik dövrdə bol qanamaları olan və yaxud da hansısa bir qanaması olub endometrial patologiyaları olan xəstələrdə belə onkoloji patologiyalar inkar etmək üçün, digər hiperplastik prosesləri və yaxud da polipi inkar etmək üçün də histeroskopi istifadə edilir və bu günümüz üçün endometriumun dəyərləndirilməsi üçün onlar patologiyaları xaric etmək üçün qızıl standart sayılır. Eyni zamanda rezektoskopiya hərdən adlandırdığımız, yəni artıq cərrahi histeroskopiya dediyimiz daha böyük diametr ölçüdə olan histeroskoplar vasitəsilə xüsusi petlələrlə biz uşaqlıq daxilində prosedurlar icra edə bilirik. Bu petlələr ya monopolyar koagulyator və yaxud bipolyar koagulyator və yaxud da plazma kinetik enerjidən istifadə eləyərək uşaqlıq daxili patologiyaları petlənin vasitəsilə rahat şəkildə kəsib götürülür. Bu həm xəstə üçün yaxşıdır. Əgər xəstə reproduktiv dövrdədirsə, bundan sonra hamiləlik planlayırsa, birbaşa patologiyanın xaric edilməsi üçün istifadə edilir və digər endometrium zədələnmir və toxunulmur.
və bununla da uşaqlıq daxili patologiya aradan qaldırılmış olur. Histeroskopiya prosedurunu bir də icra etmək üçün uşaqlıq daxili çox dar bir yerdir. Oranı görməmiz üçün histeroskopiyada biz müxtəlif tərkibli mayələrdən istifadə edirik. Diaqnostik histeroskopiyada bu fizioloji məhluldur və yaxud cərrahi histeroskopiyada istifadə etdiyimiz enerjidən asılı olaraq, uşaqlıq daxilində enerjidən asılı olaraq fərqli mayələr ola bilər. Və prosedurun özü qısa çəkən bir prosedurdur. Müəyyən məhdudiyyətlər, sərhədlər olduğu üçün toplamda histeroskopiya 30 dəqiqənin üzərinə keçmir. Böyük patologiyalar olduqda, böyük ölçülü miomalar xaric ediriksə, o zaman 30 dəqiqəyə qədər çəkə bilir. Digər hallarda isə daha qısa 5 dəqiqə, 10 dəqiqə normalda daha çox, sıx 15 dəqiqənin üzərini keçməyərək prosedur icra edilir. Anestezi növü vena daxili anesteziyadan və yaxud da laringeal maska anesteziyası da ola bilir. Artıq anestezioloqlarla bərabər müzakirə etdikdən sonra anesteziya seçimi qərarlaşdırılır və nəticə etibarilə uşaqlıq daxilində hər hansı bir patologiyası görülmüş xəstələr, ultrasəs müayinəsi zamanı aşkar edilən patologiyalar aradan qaldırılması üçün histeroskopiyanın olunması və patologiyanın aradan qaldırılması şərtdir və bu xəstələrdə, öncə də sadaladığım xəstələrdə histeroskopiyanın olunması əlbəttə ki, xəstələrə tövsiyə edilir. Və xanımlardan da məsləhətim bu olardı ki, keçirdikləri problemlərə bağlı vaxtlı-vaxtında doktorlarına müraciət etsinlər, şikayətləri varsa doktorlara müraciət etsinlər, endometrial patologiya şübhəsi varsa və doktorları histeroskopiya tövsiyə edirlərsə, bu prosedurdan çəkinməsinlər. Düzgün aparılan prosedur həm xəstəlikdən sağalda bilir, həm də diaqnostik məqsədlə xəstənin diaqnozu qoyulması üçün istifadə oluna bilir.